bölünsün 5 üstü x minus 1 çıxılsın 5 üstü x funksiyasının təyin oblastını tapın. Funksiyanın təyin oblastı. Kəsr rasional ifadədir, görürsən? Nə olurdu onda? Məxrəc 0 ola bilməz. Yazırıq ki, 5 üstündə x çıxılsın 1, çıxılsın 5 üstü x üstə gəl 4 fərqli olmalıdır 0-dan. Bizə 0 olmaz. Başqa nə olur olsun? 5 üstündə x çıxılsın 1, çıxılsın 5 üstü x fərqlidir mənfi 4-dən. 5 üstü x bu bölünsün 5 deməkdir. Çıxılsın 5 üstü x fərqlidir mənfi 4-dən. Bu əslində biraz üstü tənliyə gəlib girir. Bugün keçəcəm onu. Olsun yəni də 5 üstü x-i çıxardırıq mötərizə xaricinə. Nə qalır? 1 bölünsün 5 çıxılsın 1 fərqlidir mənfi 4-dən. Elə bir ki, tənlik kimi həll eləyirik. Sadəcə bərabərin üstünə fərqlidir yazır. 5 üstü x vurulsun 5-də olacaqmı bu? 1 çıxılsın 5 yəni mənfi 4. Fərqlidir mənfi 4-dən. Mənfi 4-ləri ixtisar elədik. Nə qaldı burada? 5 üstündə x çıxılsın 1. Bölünsün 5 o demək. Buradan yazıram. 5 üstündə x çıxılsın 1. Fərqlidir nədən oldu? Burada nə qalır? 1 qalır. 1-in də yerinə biz 5 üstü 0 yazsaq olur mu? Onda nə olur? X çıxılsın 1 fərqlidir 0-dan. Çünki əsaslar eynidir. Üstlərə bax. X fərqlidir 1-dən. Bizcə x 1 ola bilməz. Yəni mənfi sonsuzluqdan 1-ə, 1-dən müsbət sonsuzluğa. 1-dən başqa bütün əqədətlər çoxluğudur.